O çağlar necə də mənə haydılar, köllümə gözümə şəfəq yaydılar. Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. O çağlar necə də mənə haydılar, köllümə gözümə şəfəq yaydılar. Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Doğmaları, yaxınları yadda qalan, qəlb oxşayan hədiyyə ilə sevindirmək barədə fikirləşmisiniz? İndi bu iş asan və realdır. O çağlar necə də mənə haydılar, köllümə gözümə şəfəq yaydılar. Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Xoş günlərin yadigarı, bugünün reallığı əziz bir xatirə olaraq dəyərli hədiyyəyə dönər. Həyatı xatirələr, insani münasibətlərlə dolu sənədli film ən imkanlı insan üçün də əvəz olunmaz hədiyyədir. Belə hədiyyə hamıya maraqlı olar. Ondan hər kəsə pay düşər. S-Prodüksiyon Baku Filmlər Studiyası. Mövcud çəkilişləri studiyaya gətirməklə, şəkil və yazıları təqdim edərək, studiyada ürək sözlərinizi yazdıraraq bir neçə günə real hədiyyə filmin sahibi olmaq olar. S-Prodüksiyon Baku Sənədli və Korporativ Filmlər Studiyası. Dəyərlər, hünərlər və seçilən insanlar barəsində istəyinizə uyğun film və video məhsulların layihələndirilməsi və işlənməsi. Danılmazdır ki, həyatda video məhsulların rolu artmaqda davam edir. Odur ki, mühüm hadisələr film standartlarında daim sizinlə qalacaq. Artıq bu texnologiyalar həyatımızın bir hissəsidir və ondan ilk fayda götürməyi bacaranların bir addım irəlidə olacağına heç kimin şübhəsi ola bilməz. S-Production studiyasının bədii və sənədli filmlər, real hadisələr əsasında işlədiyi serialların 15 illik təcrübəsindən hər kəs özü üçün fayda götürə biləcək. Bugünün reallığını gələcəyin sevinc mənbəyinə çevir. Xoş günlərin yadigarı, bugünün reallığı əziz bir xatirə olaraq dəyərli hədiyyəyə dönər. Köhnə kaset, saralmış şəkil, ürək sözləriniz və istəyinizlə sənədli filmə çevrilər, tarixin yadigarına dönər.